Hər vaxtınız xeyir olsun dəyərli izləyicilərimiz. Xoş gördük sizləri Bilgətdə Biliyayın ən gözəl bir yerində. Həm havasına görə, həm dənizə yaxın izləyicilərimiz çox vaxt Bilgətdən də evlərlə maraqlanır. Biz gücümüzlə çatdığımız qədər sizlər üçün tapırıq. Allah hər kəsin malına, mülkünə bərəkət versin inşallah. 6 sot torpaq sahəsinin üzərində də hardasa bir 120-130 kvadrata yaxın olar. Bir zal, 2 yataq, bir mətbəx, bir sanuzeldən ibarətdir. Qiymət ilkin olaraq 60.000 manatdır. Realda olarsa inşallah endirimi olunacağı sənə Töhmə bələdiyyə. Bir dənə qardaşım, evi tam şəkildə izləyicilərimizə göstər və onu da nəzərinizə çatdıraq ki, bax o hissədən hasar çəkiləcək. Evdə hardasa bir 100 oldu, olar da bir 120, 130 olar bax belə. Gəl qardaşım, gəl. Şəxsi tikilidir. Evin belə deyək də içərisinin otaqlarına təmirə ehtiyacı var. Kim necə istəyər, indi zövqə uyğun etdirə bilər. Burada açıq eyvanlıdır. Yəni kim istəsə bunu da düzəldə bilər. Və buradan da qardaşım o hissəni göstərək. Və keçirik inşallah evin içərisinin təqdimatına. Enli bir koridordur, enli bir koridordur. Koridoru sizlərə göstərir. Gəl qardaşım. Bax, burada bir zalıdır. Böyük bir zaldır. Hətta onun nəzərinizə çatdıraq ki, izləyicilərimiz çox bilgiylə bağlı evlərlə maraqlanır. Digərdə bu qiymətə biraz kəsən bu hissəni də sizlərə göstərir. Sonra sanuzeli oradadır. Sanuzeli bu hissəni təqdim edək. Sanuzeli də böyüdür, yəni kiçik sanuzelidir. Mətbəxi də eyni, mətbəx də böyük bir mətbəxdir. Bu sadəcə o sanuzeli bir balaca təmizsiz olduğuna görə sizlərə təqdim etmədik. Və ikinci yataq otağımızı təqdim edək sizlərə. Otaqlı, yəni böyük otaqları şəxsi tikilidir. Qeyd etdiyimiz kimi təmirə ehtiyacı var. Yəni təmir, avoid və digər şeylərdir. Koridor döndürürsünüz və dəyərli izləyicilərimiz qeyd etdiyimiz kimi Bilgətdə 6 sot torpaq sahəsinin üzərində inşa edilib, şəxsi tikilidir. Bir zal, 2 yataq, bir mətbəx, bir sanuzeldən ibarətdir. Hardasa 120-130 kvadrat olar.